7-ci sinif Azərbaycan dili dərsliyində Sahib Xasaygızının Cavanlığım şeiri var. Özə Rahməli, sizin yaşına bir əlavə, özünüzün yetişdirdiyiniz şairlər var, imzalar var. Mən istəyirəm ki, bu imzaların hamısı saxtadır. Özlərindən saxta obrazlar qoyub, adına şeir qoyublar ora. Məsələn, M. Həsənov. Kimdir bu? Rahməli cavab verirsən. Kimdir M. Həsənov? Niyə M? Yox, niyə M. Həsənov yazılmalıdır? Və mənim də uşaqdan soruşanda ki, qızım, bu şeiri kim yazıb? O da deməlidir, M. Həsənov. Bir ad olar. Belə dərslikdə belə şey gedər qardaş. Nə tər M. Həsənov deyil. Ona görə ki, müəllif maraqlandırmır. Bu müəllifi də yetişdirirsiniz axı. Uşaq öz şairini tanıyır, öz uşaq şairini tanıyır, onu sevir. Deyir filan vaxtında 3-cü sinifdə də bu şairin şeirini oxumuşdum. Sonra da oxuyacağam, sonra onunla görüş keçiriləcək, onu görəcək. Siz həm şairi yetişdirirsiniz, həm şagirdi yetişdirirsiniz. Belə olmaz. İndi siz buna baxın. Cabir Novrudun Cavanlığım şeirində Qara gözlü cavanlığım, kimdən küçük cavanlığım. 7-ci sinif uşaqlarına Sahib Xasaygızı şübhəsiz ki, bu qurma adlı Cavanlığım şeirinə baxaq. Yaşıl başlı sona idi. 7-ci sinif uşaqlarına yazılmış dərslikdə gedən şeirdə. Yenilməyən qala idi, kaş yerində qala idi, məndən gedən cavanlığım. Və yaxud, tanış imiş mənə bunlar, nələr, nə? Bunlar nədir? Bunlar dil məsələsi deyil, şeirdə belə şey yoxdur. Əziz imiş köhnə yollar, hansı yollar? Çətin imiş ayrılıqlar, bunlar, yollar, ayrılıqlar, qafiyə eləyirsə ki, qürbətlər də günahkar imiş. O yox, qardaş, burada nə qafiyə var, nə bir şey var. Bu cavanlıq, bu qızın, bu xanımın, bu şairin, cavanlıq şeirimin, Rahim müəllim, bu cavanlıq şeirinin 7 sinif şagirdən nə dəxli var? Bax, mənə deyil. Nə öyrənir? Hansı estetika var burada? Gəl Rahim müəllim. Biraz emosiyalarınızı biraz aşağı. Yox, qardaş, mən bu hissi, mən sizin bütün dərsliklərinizi oxumuşam. Bütün dərsliklər məndə var, mən həmişə. Və burada mən sizin hələ cavab verməyin, sonra cavab verərsiniz. Sonra. Məsələn, özlə, bax, araşdırıram ki, müəllif kimdə, Qoqliyə verirəm. Qoqliyə ya axtaran ki, Dilruba Nurəddin qızı kimdir? Altında korrektor, altın nəşriyyatda nə bilim, redaktor. Hamısı altın nəşriyyatının əməkdaşlarının şair şeirləridir. Bunu axtarıram, baxımıram. Mən adam deyiləm, mən faktla danışıram. Mən 60 yaşım var, mən 40 il müəllim işləmişəm və işləyirəm, mən nətər anlada bilərsən? Nəşriyyatın əməkdaşı şeir yazanməz mi? Böyle də özünə soruşarsınız, beni gör nə yazır, 90 şeirinə. Sənlə qulaq asın, bax, deyirsiniz, müzakirə keçmişik, təkid düzəltmişik, görün necə düzəltmişsiniz. Dovşan bərk qaçırdı, dovşan çox bərk, bu poeziya deyil. Bərk qaçırdı. Arxasına baxmadan necə sürətlə qaçır. Yenə ikinci dəfə qaçmaq. Sincab dedi ağaçdan. Çox çalışıb görünür. Məşq edib axşam səhər. Yoxsa qaça bilərmi? Yorulmadan bu qədər. Bunu eşidib dovşan. Nəyi? Bunun sözü yerində deyil. Heç ayaq saxlamadan sən də belə qaçarsan, məşq üçün türkü olsan. Qardaş, bizim Olimpiya çempionlarımız var. Bizim dünya çempionlarımız var. Onların məşqçilər türküdür. Bu uşağa hansı estetikana alışılırsan? Uşaq bundan nə öyrənir? Türküdən məşqçisi olar. 5-ci sinif dərsliyidir, baxın. Yox, bu müəllif sizsiniz. Bunu üstünə sizin müəllifliyiniz yazır. Yox, mən bilirəm. Və yaxud, dərsliklərin məşhur şairinin Həsənov adlı bir müəllifin yeri şeirinə baxaq. İndi 6 yaşım var, daha yekə oğlan. Yekə nədir? Yekə oğlanam. Evdə məni tək qoyur işə gedəndə anam. Bu 6 yaşlı uşaq hələ yekə oğlan deyil. Ona görə ki, anam məni evdə tək qoyub deməməli idi. O yekə oğlan isə deməli idi ki, mən evdə tək qalım. Və yaxud, burada bir şey var. Deyir ki, mən hər şeyi bilirəm, gərək elektrikə dəyməsin əlim. Bu şair uşağın dili ilə yazır, üçüncü şəxsin təkində danışır. Mən yekə oğlanam, gərək elektrikə dəyməsin əlim. Deyirsən ki, mən əlimi elektrikə vurmalıdır. Qoleş qulağını niyə belə gətirib göstərir? Deyir, gərək elektrikə dəyməsin əlim. Bu nə deməkdir? Xahiş edirəm, bir baxın bura. Bu dərslikləri, bir neçə oxuduğum dərslikləri kimlər yazırlar? Siz deyirsiniz ki, tanınmış pedaqoglar, bunlardır, bax təzə. Bax, gör kimlərdir. Bütün bu dərsliklərin müəllifləri və tərtibçiləri aşağıdakılardır. Rafiq Ələkbəroğlu İsmailov, Gülşən Yasin qızı Orucova, Ülkər Nuraliyeva, Aynur xanlar qızı, yəqin ki, bir şeir yazan xanlar qızı, Dilruba Nurəddin qızı, İradə